Hello, necəsiz? Bugün sizinlə bir yerdə Trendyol bağlamalarımı açıram. Əgər səhv eləmirəmsə, bu bağlamalarda əksəriyyəti var, sadəcə olaraq biri transfer mərkəzindədir hələ ki Azərbaycanda. Ona görə onu da gələndən sonra açacağam. Deməli, birincisi La Roche-Posay'in belə bir şeydir. Bu arada belə bir şey. Budur birinci. Okey. Güneş kremi sifariş eləmişdik. 2 gün güneş kremi olmalıydı. İndirimə düşmüşdü deyə La Roche'un güneş kremlərini istifadə edirik deyə 2 ədəd güneş kremi zakaz eləmişdik. Deməli, qablaşdırılması çox yaxşıdır. Baxın, belə bir paket qoyublar ki, nə dağılma, nə süzülmə, nə zədə olmasın. Paketdə də heç bir zədə yoxdur. Yəni, hədiyyə belə alsanız, sağ-salamat məncə çatar. Buradan zakaz verə bilərsiniz. Məhsul budur. Səhv eləmirəmsə, Oil Control Gel Kremdir. Çünki mamam istifadə eləyəcək deyə, onun dərisi yağlıdır deyə onun üçün sifariş vermişdik. Səhv eləmirəmsə, biri 23-24 manata denk gəlmişdi. Amma yenə dediyim kimi endirimdə almışdım. Çox qalxdı. Bu arada neçə qutu istifadə eləmişik biz bundan. Göz yumulu sizə tövsiyə edə bilərəm. Nə ağlıq buraxır, nə belə dəridə yapışqan hissiyat olur. Əladır. Sadəcə olaraq bəzi adamlar var ki, La Roche'un ümumiyyətlə məhsullarının içərisində olan nəsə onlara düşmür. Həmin insanlar istifadə eləməsə yaxşı olar. Əgər əvvəl dərinizdə səpkilər vəsər yaradıbsa. Okey, bu bağlamanın içində ayaqqabı var. Leopar bir ayaqqabı sifariş eləmişdim. Gərək Temudan bağlama açmaqda bir şey zakaz eləyim ki, asanlıqla bağlamaları aça bilək. Dediyim kimi, leopar ayaqqabı idi. Baxaq görək necə gəlib. Ay Allah, içinə kofe qoyublar hədiyyə olaraq. Birinci bu diqqətimi çəkdi. Çox şirin bir şeydir məncə. Belə çox kiçik hədiyyələr əladır. Baxaq görək, arasındasa defekt falan yoxdur. Yox, elə göründüyü kimidir. Ayaqqabı bu cürdür. Dabanında qızılı detayları var. Bir tərəfi açıqdır, digər bir tərəfi isə belədir. Bunu mən kombinləyəcəm. Əgər kombinlərimdə duruşunu görmək istəyirsinizsə, Instagramımı takip edin. 100 Vibes'dadır. Bu arada, əgər hələ də bu yerə qədər baxmısınız, amma abunə deyilsinizsə, YouTube kanalıma da abunə olmağı unutmayın. Aşağıda belə zəng işarəsi var. Onun üstünə də basın ki, bildirişlər gəlsin. Ayaqqabılar gözlədiyim kimi gəldi. Qəşəngdilər. Yəni, mənim üçün qəşəngdilər. Çünki mən çox leopar ayaqqabıya baxmışdım. Həmin o leoparların ya çoxunun desəni xoşuma gəlmirdi. Bəzilərində dabanı xoşuma gəlmirdi. Bu qəşəngdir, yəni. Gözlədiyim kimi. Bu nədir, yadımda deyil. Deyəsən, səhv eləmirəmsə, şalvar ola bilər. Nəsə, bərk bir material oxşuyur. Bax, görək necə gəlib şalvar. Bu ətəkdir. Havoşdan sifariş elədiyim. Sərdən klokun üstündə də görmürəm. Havoşdan sifariş elədiyim ətəkdir. Qəşəng görünür. İndi baxaq görək əynimdə necə duracaq. Belli, mən əslində çox şeyi S razmeri geyinirəm. Amma bəzən şalvarlarda və s. S biraz dar olur.
görə bunu hər ehtimala denim dediyi M zakaz eləmişdim. Biraz beli yeti görünür. Mən belim incədir. Bu cür, bu qədər qalın deyil. Bax görək bunu nə edəcəyik. Bu cür bir denimdir. Rəngi və sair gözlədiyim kimidir. Materialına baxaq. Material da yaxşıdır. Bunların dediyim kimi hamısının kombinlərdə duruşlarını görmək istəyirsinizsə Instaya baxın. Bu nədir? Görəsən. Gəlin baxaq. Xatırlamıram nədir. Bu. Deməli, bunu xalam üçün sifariş eləmişdim. Bu Ralisindir. Hair Care Treatment'dır. With coconut. Deməli, nə edir? Əgər sizin saçlarınız cansız, nə bilim, ucları quru, tez qırılansa, məncə bundan alıb istifadə edə bilərsiniz. O artıq 3-cü dəfədir sifariş edir. Çox yararını görüb. Onların saçları, onların dediyim yer xalamla deyirəm, onların saçları nisbətən quru, qırılqan, nazikdir. Onun üçün hər ikisinə də bu çox xeyir eləyib. Yəni yıpranmanı önərir. Baxın, üzərində də yazıb ki, yıpranmaları onarır, yapılandırır, parlaqlıq verir, kırılmaları önerir, kolay tarama, ipeksi bir dokunuş sağlar. Bu cür. Ara yerdə dururam ki, ekran fotosu da alım. İndi sonra görək bu bağlamanın içində nə var? Şalvar buradaymış. Bu cür bir cins zakaz eləmişəm. Materialı qəşəng. White leg bir cinsdir. Səhv etmirəmsə 38 zakaz eləmişdim. Bəli, 38'dir. Çünki yorumlarda yazmışlar ki, dar kalıbdır. Mən də 36, 37 razmer olduğum üçün dar kalıbdır deyə 38 zakaz elədim ki, balaca olmasın. Bu cür. Mənim ən çox xoşuma gələn bu şalvarda bu detay oldu. Qəşəng stilettolarla əla görünər. Neyse, hamısını üzərimdə baxacağım. Bəlkə Instagramda da paylaşdım üzərimdə duruşlarını. Okey, görəsən yenə bu nədir? Casio saatım. Deməli, mən ad günümə özümə bir neçə hədiyyə almışdım. Aldığım hədiyyələrdən biri də bu saat idi. Keçən ad günümdə özümə Casio'dan qızılı bir saat sifariş eləmişdim. Bu ad günümdə isə qərar verdim ki, bir dənə modeli sevdim. Bir yox, 2-3 model arasında qalmışdım əslində. O modellər arasında bir gümüşü saat zakaz eləyim. Keçənlər mən birbaşa Azərbaycandan Casio rəsmi mağazasından əldə eləsəm də, gördüm ki, Trendyol'dakı səhifəsi də rəsmidir və bayağı zəmanət sənədi ilə gəlir, 2 illik zəmanəti var və s. və ilaxır. 2 il, elə də dedim ki, 2 illik. Dəqiq nə qədər müddətlidir bilmirəm, indi içində baxarıq. Deməli, qutusu belə. Saatın özü bu cürdür. Ümumiyyətlə, deməli, burada garanti bəlgəsi var. Aktivləşdirmək üçün QR kod oxutacağıq. Oradan aktivləşəcək çatmağına görə. Deməli, gəlin baxaq görək necə qalır. Burada bayağı Casio'nun modeli, arxasında fon. Hər şey yəni yerli yerindədir, orijinaldır. Asanlıqla sifariş edə bilərsiniz. Baxaq. Qolumda necə qalacaq. Baxın, bu cürdür.
Biraz yox, xeyli böyüdü mənə. Cür qalır oldu. Mən bəyəndim. İstədiyim kimi gəlib, yəni. Bunu gözləyirdim. Biraz qıraqlarının kobud olmağından əmin değildim, amma o qədər kobud görünmür. Siz nə düşünürsünüz? Belə vintage bir kombinlərlə qəşəng olar. Hətta bu kombinlə də məsələn taxmaq olar. Çünki biraz bunu vintageləşdirmişdim geyinəndə kombini. Bu cür. Burasından biraz qısaltdıracağım saatı ki, daha yaxşı otursun qoluma. Başqa məmnunum. Bugün gələn sifarişlər bu qədərdir. İndi digər sifarişlər də gələndə onları da açacağım. Başqa bir gün olacaq yəqin ki. Belə. Hələ ki sifarişlərimdən məmnun qaldım. İndi geyinib baxmağım lazımdır. Salam! Salam! Bugün sizdən 2 dəfə olacaq şirin qonaqlarım var. Yenə kargo açılım videosuna davam edirik. Amma bu xanımlar və cənablar sizə eşlik eləyəcəklər. Gəlin özlərini təqdim eləsinlər. Turqay düz otur. Buyurun, sizin adınız nədir? Turqay. Neçə yaşınız var? 7. Nə edirsiniz? Bağçaya mı gedirsiniz? Məktəbə mi gedirsiniz? Məktəbə. Məktəbə. Qiymətləriniz necədir? 5. 5, aferin. Dolu 5. Dolu 5. Dolu 5 necə olursa bilmirik artıq. Bu xanım sənin nəyindi? Bu qız Bacım. Bacım. Sizin adınız nədir? Miyay. Miyay. Sənin neçə yaşın var? Bingitin. Nə? Bingitin. Birçi nədir? Neçə? Dayan bir də deyək. Sən neçə yaşın var? Neçə yaşın var? Mən 2 yaşıyam. Yalan demə. Deməli, bundan əvvəlki videoda Trendyoldan sifariş etdiklərimi açırdıq. Bu videoda isə bugün aldıqlarım, geyindiklərim, məmnun qaldıqlarımdır. İkisi Trendyoldan aldığım məhsuldur. Biri isə Mangodan aldığım məhsuldur. Deməli, başlayırıq. Bugün Mangodan aldığımla. Bu arada Instagramı takip eləməyənlər takip eləsinlər ki, onlardan soruşdum ki, bu məhsul alınmı, almayım mı, bu qiyməti dəyər yoxsa yox. Deməli, belə bir Şarket. dəri qutqadır. Şarket. Materialı çox əladır. Nə yaxşı? Şarkete oxşayır. Materialı çox əladır. 116 manat idi. Burada isə Ayan xanım var, bacım. Bu arada bunlar mənim dayım uşaqlardır. İndi əlində duruşunu sizə göstərəcəm. Düzdür, təbii ki, bu tişörtlə yaxşı qalmır. Amma ümumi olaraq Turqay bəyəndi. Bu cür durur. Aha. Beğendin mi Miray? Denen. Abone olun, like atın. Ben öğretmedim ha, özü dedi. İndi devam edirik. Ben dindim. Sen giyinmek istiyorsan bunu? Yaş gel giyin. Gel dur burada. Gel buraya. Miray xanım giyinmek istəyir deyə onu giyindiririk. Qolu getir. Bir de hiç sana yaraşmaz. Yaraşar, ona her şey yaraşır. Bu da diye. Miray xanıma oversize oldu. Biraz, təkcə biraz. Dur indi ayağa sənə baxsınlar. Miray. Kukla de kukla. Gözəlliyinə baxın. Hello, how are you? Böyle yoktu. Belə yoxdur. Salam, nətəsiz? Yaxşıyam, sən necəsən? Bunu da aç, bunu da. Bunu da açayım, yaxşı. Miray xanım deyir ki, bu birisini də açaq. Mango. Bu Trendyol Milla brendindən əldə etdiyim üst geyimini də sizə göstərim. Yəni mən gözlədiyimdən çox daha yaxşı gəldi. Inditex kalitəsindədir. Hətta yəni Straight'dən, Bershka'dan daha yaxşıdır. Zara materiallarına yaxındır. Baxın. Duruşu və s. Bir dənə pis tərəfi bilsin nədir? Kəməri uzundur.
Düz əlbəttə ki, içimdəkindən olmadı. Amma baxın, rəngi, materialı, hər şey əladır. Burasında belə bir kəmər detayı var. Baxın. Duruşunu da bura bir yanlara qoyaram kombinimdə. Orada elə paltarla bunu kombin eləmişəm. İkisini də kombin edə bilərsiniz. Paltarın da duruşunu görərsiniz. Belə içindən gözəl görünürdü. Belə, bu qədər. Məni izlədiyiniz üçün təşəkkür edirəm. Qalan Trendyol bağlamalarımı isə sonra açarıq. Ona ayrıca bir video çəkərik. Bu həm Trendyol, həm Mango, bir məhsul Mangodan vardı. Qarışıq bir açılım videosu oldu. Kargo açılış videosu oldu. Axıra qədər izlədiyiniz üçün çox təşəkkür edirəm. Sağ olun, salamat qalın.